Bugün sizi Signia markasının fərqli cihaz modeli ilə tanış etmək istəyirəm. Bu cihaz yüngül və orta dərəcəli eşitmə zəifliyi zamanı təyin edilir. Yəni ağır dərəcəli zəifliyə çox təəssüf ki, mümkün deyil, öhdəsindən gəlmir. Bu cihazlar adətən eşitmə zəifliyi iki tərəfli olarsa daha münasib olur. Çünki cüt olduğu üçün təəssüf ki, tək halda biz onu təyin edə bilmirik. Başqa bir özəlliyi, batareya almağa ehtiyacınız yoxdur. Yəni bildiyiniz kimi kiçik cihazlar batareyanın istifadə müddəti hardasa 3-4 gündür. Tez-tez bitdiyinə görə bəzi insanlarda bu biraz əlavə narahatçılıq yaradır. Hər dəfə tez-tez dəyiş çıxar. Amma burada isə öz adapter vasitəsilə şarj olur. Yəni cəmi 4 saatda cihaz tam yığır və növbəti gündə siz onu rahat şəkildə istifadə edə bilərsiniz. Hətta öz şarj alətindən, öz qabından 3 dəfə təkrar şarj ola bilər. Məsələn, əgər unutmuşsunuzsa kabelini götürməyi hər hansı uzaq məsafəyə gedəndə siz öz qabına qoyub təzədən bu təkrar şarj oluna bilər. Bu cihazlar gördüyünüz kimi sanki bir telefon qulaqlığına oxşuyur. Qulaqda yəni görüntüsü kənardan çox da hiss olunmur ki, bu telefon qulaqlığıdır yoxsa eşitmə cihazıdır. Bu şəkildədir. Daha sonra bu cihazlar haqqında ona məlumat çatdıra bilərəm ki, telefonla USB bağlantısının var bağlantısı. Yəni əksər telefon modellərində gələn zəngləri siz birbaş qulaq aparatından dinləyib cavab verə bilərsiniz. Yekun olaraq onu qeyd edeyim ki, yüngül və orta dərəcəli eşitmə zəifliyinə təyin edilən bu aparatın həm 16, həm də 48 kanallısı mövcuddur. Burada bildiyiniz kimi kanal sayının fərqi sadəcə səsin təmizliyi, aydınlığıdır. Onu da siz seçim etməlisiniz. Daha ətraflı məlumat üçün sizə ən yaxın filialımıza müraciət edə bilərsiniz.